Falan bəzən boş-boş şeylərə əsəbləşib əsəbdən ağlayıram. O nəyə görədir? Bilirsiniz necə? Ağlamaq da bir ehtiyacdır. Bax, necə deyim sizə? Xəstələnirsiniz də, hə, qrip olursunuz, burnunuz axır, axdısa bunu silirsiniz ki, çıxsın da, düzdür. Ola bəlqəm yığışırıq xəstələnəndə, hə, bu bəlqəm çıxmalıdır, öskürürsən ki, çıxsın, məsələn. Yəni ki, bir şeylər bədəndən çıxmalıdırsa, o çıxmalıdır. Yəni, ağlamaq da normaldır. Ağlayanda insana nə qədər rahatçılıq gətirir o. Sən, yəni, bunu hələ bir tutub saxladın da içində, saxla, sənə o nəyə gətirib çıxaracaq? Bir fəsadlar olacaq da. Ağlamaq normaldır. Sadəcə indi hansısa bir problemləriniz varsa həyatda. İnsanlar var ki, həyatlarında illərlə problemləri çözmürlər. İllərlə. Bildiniz necə? Hələ qatlaşırlar, hələ uyğunlaşırlar da, elə bil ki, deyir ki, eybi yoxdur, daha nə edeyim. Amma daxildə də dözə bilmir, bezib. Amma heç nə də eləmir. Və oturub ağlamağı normaldır. Yəni, ara sıra biz depressiv olmağımız, yəni bir ömür yaşayasan, yenə deyirəm 30 il, 40 il, 50 il, 20 il, heç bir xəstəlik keçirməyəsən, heç ağlamayasan, heç əsəb keçirməyəsən, heç çətin situasiyalara düşməyəsən, bu elə şey yoxdur onsuz da. Bu mümkün deyil də. Yəni bir həyat yaşayasan, sən nə üçün tutalım da 10 yaşına qədər adam Allah bilə 50 dəfə qrip olur, məsələn. Düzdürmü? Yəni, səbəbi var da, tez-tez xəstələn adam, tutalım da, baxın da, bu məcazi mənada. Bir insan tez-tez xəstələnirsə, deməli, immunitetı zəifdir. Deməli, səbəb budur da, immunitetini gücləndirməlidir, hava da çox olmalıdır, idman eləməlidir, faydalı nələrsə yeməlidir, yuxu rejimi düzgün olmalıdır, düzdür. Həmçinin də oturub sən tez-tez ağlayırsansa, gün ərzində, nə bilim də, artıq bir ay içində hələ sən demək olar hər gün ağlayırsansa, səbəbi vardır. Səbəbi nədir? Sən özün bunu gözəl bilirsən, düzdür. Və o səbəbi çalış çözdə. İnsan özü bilir də nədir. Adam var, məsəl üçün, illərlə qarşılıqsız sevgi hələ bir duçar olub ki, hə, mən ancaq onu istəyirəm, mən ancaq bu insanı istəyirəm, başqa heç bir insanı istəmirəm. Bu nədir? Bu əslində uşaq kaprizi kimi bir şeydir. Bu, böyük bir sevgi falan deyil. Bu insan özünü elədiyi, özünə əzabdır və ondan da bilirsiniz necə, belə bir qürur duyur. Gör, mən neçə illərdir bir insana sadiqəm. Məsələn, o insan ola bilər həyatında artıq 50 nəfəri dəyişib. Düzdürmü? Amma əslində bu bir psixoloji bir mazoxizmdir. Özünə verəcəyi bir, necə deyim sizə, işgəncədir də.